Bu da qurulmuş yeni bir çirkin sxem, hansı ki bu sxem əsnasında, sxemin arxasında duran şəxs elə məhz bizim dəyərli nazirimiz, candan əziz nazirimiz, General Polkovnik Vilayət Əvəzov müavinidir bu çirkin sxemlərin arxasında duran. Hansı ki öz növbəsində narkotik alverindən də məlumat olub, kibercinayətçılıqda məlumat olub, travmatik, pnevmatik silah alverindən də məlumatı olub. Mən özüm də hal-hazırda mənə gələn zəngdən sonra 102-yə mən öz məlumatımı bildirdim ki, mənə zəng gəldi, əməkdaş kimi qələmə verdi. Çünki bu artıq 102 xidmətinin rəisi də rüşvət içərisindədir. Əgər 102 xidmətinin rəisi rüşvət almasaydı, qondarma və yalandan yaradılmış Baş Kibercinayətçilik Mübarizə İdarəsindən məlumatı ola bilməzdi. Əlavə də olaraq ki, mən orada zəng eləyəndə bizim dəyərli orada işləyən xanımlar daimi olaraq mən sual verirdim ki, şikayətim ay ərzində nə qədər şikayətim var? Mənə bunun əvəzinə məlumat verirdilər ki, şikayət şeydir. Biz bunları görə bilmirik. Əslində bu yalan bir məlumatdır. İl ərzində edilən bütün şikayətləri operator xanım kompüter arxasında oturmaqla bunu görə bilir. Sadəcə olaraq mənim heç bir şikayətimi qeyd edə almırlar. Hal-hazırda çox təəssüf olsun ki, bizim Daxili İşlər Naziri Vilayət Əvəzovun düşməni hələ də öz vəzifəsindədir. Hansı ki, onun ünvanına şərlər, böhtanlar atıb, hansı ki, onun ayağının altını qazmaq istəyirdi. Hansı ki, cənab nazirə, öz nazirinə qarşı, yuxarı rəhbərinə qarşı paxıllıq hissi ilə doludur. Əfsuslar olsun. Bu yaxınlarda Allah bunların bəlasını versin. İnşallah ki, həbs olunacaqlar və lazımi qurumlar da, lazımi orqanlar da bu dövlət xainləri barədə lazımi tədbirləri görəcək.